dişimizdə azca karies görünür. Burada karies az görünür, burada bularda, yəni xırda cizgilər görünür. Dişin yolunuşuna başlayaq. Və dişin üstünü açdıqda belə bir çürük görürüm. Nə qədər ərk çıxır buradan. Bunları tərtəmiz təmizləməliyik. Görək elə bir sinirə çatırmı diş. Bu çürüyü mən deşə-deşə gedirəm. Bax burada da. Bura görək hara qədər gedir. Nə qədər olur. Bax belə çıxır buradan. Bunu da bir baxaq. Dişi qutardıq, fissurlarını bərpa elədik. Mən elə gəlir ki, təbii dişdən seçilmir böyük əsər. Dişin hər bir qabarını lazımi qaydada yaradılışa uyğun olaraq işlədik. Fissurlarına biraz, bu çökəkliklərə biz fissur deyirik, biraz fissur ləkəsi də verdik. Bütün bu cizgiləri xırda-xırda hamısının yaradılışa uyğun olaraq işlədik. Və bir azca burada bulomun rəngində tündlük kimi, burada biraz ağlıq kimi görünür. Bu nə üçündür? Bizim işlətdiyimiz dərmanlardandır. Dişlərdə dehidratasiya edir, yəni susuzlaşma gedir. Ona görə dişlərin rəngi ağarır. 2 günə bu rəng oturuşacaq. Demək olar ki, heç burada bulon olmağı bilinməyəcəkdir. Bağlayaq, bağla, tak. Bu hissə, məsələn bu gördüyümüz dərman sinirə artıq çatmışdı. Onun üçün bulonun sinirə toksikliyi verməməsi üçündür. Burada elə görünür ki, sanki bulon aralı qalıb, qalmayıb. Tam presləmişəm bu hissəni və bulonda artıq hər hansı bir çıxıntı da burada yoxdur ki, gələcəkdə karies əmələ gətirsin.